Gene gəldi Ramazan, hamı musulman olacaq. Dini İslam ucalıb, xalq namazxan olacaq. Gələcək qeyrətə fasıq, olacaq əhli təmiz, etdiği məsiyyətə cümlə pəşiman olacaq. Məscidin taxçası həsrət qalacaq, möhrüzünə hərə bir möhrü tapıb, bəndə-i yazdan olacaq. Bir məhərrəmdə çıxıb Şahqulu bu məsciddən, bir də bu ayda gəlib, daxili eyvan olacaq. Qulağın dörd eləyib, mallaya ağzın açacaq, başını silkələyib, valeh o heyran olacaq. Orucu meyl eləyənlər çıxacaqlar süfrə, elə bil hamısı zəvvar-ı Xurasan olacaq. O adamlar ki, edib millətə çox cövrü sitəm, hamısı bir gecədə qariyə Qur'an olacaq. Düzəcək nemət-i əlvanı dadaş süfrələrə, füqəranın bu cəhətdən cigəri qan olacaq. Çəkəcək rüşvə pulu ilə pilovu dəvrilərə, atasın yadə salıb mail ehsan olacaq. Dolacaq məscid و mehrabə cəmaət sürü tək, əldə təsbih, hamı abid dovran olacaq. Binəva vaizi şəhrin boğazı yırtılacaq. Məclis muizə az bəs ki, firavan olacaq. Kəblayı tövbə edibdir, yağa piq atmayacaq. Məşhədi eylədici zülmə pəşiman olacaq. Gələcək dəstə-bədəstə bacılar muizəyə, məscidin hər tərəfi Roze-i Rizvan olacaq. Kudəri çadıra başında manikor başmaqla, fir qoyub tellərinə fitni dövran olacaq. Bəzi qızlar ki, nə Allah, nə pəyəmbər tanıyıb, ayrı yerlərdə gəzib, mərziyə unvan olacaq. Hər kəs öz bəd əməlindən edəcək istiğfar, nur-i iman ilə hər qəlb çırağan olacaq. Elə ki, çıxdı orucluq, gedəcək öz işinə, yenə əvvəlki kimi murşid-i şeytan olacaq. Yiyəcək mal-i yətimi, açacaq zülm əlini, qızadıb surətini, misli badımcan olacaq. Heç günah olmasa bəsdir bizə bu sovm salat. Qəbr içində bizə o hagil suzan olacaq. Nə qədər saxtı kərimi yazacaq şeir o qəzəl. Sözə hər əsridə, hər şəhridə elan olacaq. Səsləndirən Mahruh Əfran.